Sən akneni sıxanda elə bilirsən ki, akne sağalır? Yox, bir dənə aknenin böğründən 3-4'ü sıxır. Çünki iltihabı dəriyə yayırsan. Bu da azmış kimi ömürlük orada iz saxlayırsan, çopur izi qalır, çökək kimi. Ondan sonra aknesi plaster yapışdır, onu yerli dibli sağalsın da elə bir orada akne olmuyor. Necə? Ekrandakı ürəyə qızart izah edeyim. Yaxınlaşırsan aptekə, aknesil plaster alırsan. Bu plaster hidrokolloid plasterdır. Yani ki, üzə yapışdır, belə səliqəli plasterlar var içində. Üzə yapıştırdığın zaman aknenin içində olan iltihabı tamamilə çəkir, dəriyə yayılmasının qarşısını alır. Nə iz saxlayır, nə çopur izi qalır. Elə bir orada akne olmuyor. Üzə yapışdırırsan, axşam da yapışdıra bilərsən, gündüz də. 6-8 saat qalmağı kifayətdir. Özə dəri rənginə uyğundur. Kosmetikanın altından da rahat vura bilərsən. Heç bilinmir ki, burada plaster var. Ölkənin bütün apteklərində aknesil plaster var. Olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün məni takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız Baloğlanla hər zaman sağlam, gözəl, təravətli qalasın.